Salam, bugünkü OTK sınavındakı biologiya suallarına baxaq. Burada birinci sualda bizə şəkillər verilib. Şəkildə hansı rəqəmlə işarə edilmiş canlıların ürək boşluğunda olan qan növlərinin sayının cəmi ilə damarlarında axan qan növlərinin sayının cəmi 1 bölünsün 2 nisbətindədir. Burada fikirləşirəm ki, birinci ola bilər, yəni ilbiz ola bilər, çünki ürəyində arterial qan olur ilbizin. Sonra balığın ürəyində bir növ qan olur, damarlarında da 2 növ qan olur. Bunu artıq bilirik. Ona görə ikincini fikirləşirəm olar. Üçüncü də burada şəkildəki köpək balığıdır. Köpək balığında da eyni ilə ürəyində venöz qan, damarlarında isə arterial və venöz qan olar. Dördüncü məməlidir. Məməlilərin həm ürəyində, həm də damarlarında eyni növ qandır. Timsahda isə ürəyində 2 növ qan olsa da, bədənində 3 növ qan olur. Ona görə də uyğun olmayacaq. Düzgün cavabımız 1, 2, 3. İkinci sualda bizə deyir ki, neyronların hansı rəqəmlərlə göstərilən hissəsi mərkəzi sinir sisteminin boz maddəsinin əmələ gəlməsində iştirak edir. Biz bilirdik ki, mərkəzi sinir sisteminin boz maddəsində iştirak edir bütövlükdə ara neyron, bir də hərəki neyronun cisim və dendritlər iştirak edir. Əgər bizə sinir sistemi desəydi, onda hissini də götürərdik. Mərkəzi sinir sistemi dediyinə görə bütövlükdə ara neyronu götürərik. 4, 5, 6 və hərəkinin də cisim və dendritini götürərik. 4, 5, 6, 7, 8 D variantı. Üçüncü sualda deyilir ki, albalı, lobya və eşək qanqalı bitkilərinin hər üçünün çiçəyində eyni sayda olur. Biz artıq bu bitkiləri görən kimi tez yadımıza onların kəsə yarpaqları, ləçəkləri düşür. Albalıdır, lobyadır, eşək qanqalıdır. Bunlarda ləçəklər hər birində 5 ədəd idi. Ona görə düzgün cavabımız D variantı olar. Kəsə yarpağı bilirik ki, eşək qanqalında kəsacıq 0 idi. Ona görə kəsanı götürmürük. Sonra 4-də deyir ki, şirin su hidrasının hansı hüceyrələri qamçıya malik ola bilərdi? Biz bilirik ki, cinsiyyət hüceyrələrindən spermatozoid qamçıya malik idi. Bir də həzm hüceyrələrindən qamçılı həzm hüceyrələri var idi. Ona görə düzgün cavabımız burada B variantı olar. Sonra növbəti suala baxaq. 5-ci sualda deyir ki, şəkildə insanın həzm orqanlarında kimyəvi həzmə məruz qalan bəzi maddələr K, L və M hərfləri ilə işarələnmişdir. Müvafiq olaraq bu maddələri müəyyən edək. Ağızda bilirik ki, karbohidrat parçalanırdı. Mədədə isə zülalların parçalanması davam edirdi. Süd zülallarının və süd yağlarının parçalanması davam edirdi. Ona görə A variantına baxsaq, A variantında K maddəsini bitki yağı kimi verib. Biz bilirik ki, ağızda bitki yağı olmur. Ona görə A getdi. B-də deyir ki, K maddəsi karbohidratdır. Bəli, ola bilər. L-də deyir ki, bitki yağı. Biz burada bitki yağını götürmürük. Çünki süd yağları idi da mədədə həzm olunan. Ona görə B-də gedər. C-də deyir ki, K maddəsi zülal. Biz bilirik ki, zülal deyil. D variantında K maddəsi karbohidrat, bəli. L maddəsi zülal ola bilər. M maddəsi də bitki yağı ola bilər. Düzgün cavabımız elə D variantı olar. Burada da aşağıda K maddəsi zülal verilib. Bu da düzgün olmaz. Sonra 6-cı suala baxırıq. 6-cı sualda deyilir ki, başlanğıc bakteriya 6-dır. Bölünməyə sərf olunan zaman 1 saatdır. 3-cü bölünməyə məruz qalan fərd sayı. Baxaq, 6 bakteriyadan əmələ gələcək 12-si, 12-sindən 24-ü, 24-ündən 48 əmələ gələcək. Elə burada 3-cü bölünməyə məruz qalan bakteriya 24-dür. Deməli, bu birinci bölünmə, bu ikinci bölünmə, bu da 3-cü bölünməyə məruz qalan 24-dür. 24-ü burada yadımda saxladım. Və buradan 24-ü bu tərəfdə yerinə qoymaq lazımdır. Qoyaq. 24-ündən neçəsi əmələ gələr? 48-i. 48-indən 96-sı. 96-sından da əmələ gələr 192-si. Və bizə nə deyir? Bizə deyir ki, 3-cü bölünməyə məruz qalan fərd sayını tapaq. Bu birinci, bu ikinci, bu da 3-cü. Burada eləyəcək 96. 24, 96, 0, 120. Burada C variantı olar cavabımız. 7-ci sualda deyir ki, çöl göyərçinində qida mədənin vəzli şöbəsindən sonra həzm kanalının hansı şöbəsinə keçər? Əvvəlcə deyirdik vəzli şöbəsinə keçirdi, sonra əzələli şöbəsinə keçər. 8-də deyir ki, cismi sinir düyünlərini əmələ gətirən neyron, biz bilirik ki, bu hissi neyrondur. Refleks qövsünün birinci hissəsini əmələ gətirərmi? Xeyr, əmələ gətirməz, çünki ora reseptordur.
B-də deyir ki, mərkəzi sinir sisteminin boz maddəsinin əmələ gəlməsində iştirak eləyər. Boz maddənin əmələ gəlməsində mərkəzi sinir sistemi olduğuna görə götürməliyik. Refleks qövsünün 3 hissəsində yerləşir. 2 hissəsində yerləşə bilər də. Bir hissi yolda yerləşə bilər, bir də mərkəzdə yerləşə bilər aksonu ilə. Ona görə bunu da düzgün hesab eləmirəm. D variantında deyir ki, refleks qövsünün 3-cü hissəsinin əmələ gəlməsində iştirak eləyə bilər. Ağ maddəsinin əmələ gəlməsində iştirak eləyə bilər. O baxımdan D variantını düzgün hesab eləyirəm. 4-cü hissənin əmələ gəlməsində də hər iki neyrondur. Ona görə bu da doğru olmaz. Sonra növbəti suala baxaq. 9-cu sualda bizə deyir ki, yarpağın enə kəsiyi təsvirində rəqəmlə verilən hüceyrələrin hansında oksigenin hərəkət istiqaməti sutkanın vaxtından asılı olaraq iki tərəflidir. Sutkanın vaxtından asılı olaraq iki tərəflidir. Biz bilirik ki, gündüz vaxtı fotosintez gedir bitkilərdə. Fotosintezdə gedər burada deməli süngər toxumasıdır. Səhv eləmirəmsə bu süngər toxumasıdır. Şəkil biraz qaranlıqdır. Burada 5 sütunvari toxumadır və bir də bilirik ki, ağızcıqlardan daxil olub xaric ola bilər. Ona görə 3, 4, 5 fikirləşirəm burada mən. A variantı fikirləşirəm. Sonra 10-cu sualda deyilir ki, sürfəsi parazit, yetkin fərdi isə sərbəst həyat tərzi keçirir. Sürfəsi parazit, yetkin fərdi sərbəst həyat tərzi keçirən anadonta olar. Çünki anadontanın sürfəsi balıqlarda parazitlik eləyirdi. Ona görə E variantı burada düzgün cavab olar. 11-ci sualda deyir ki, hər birindən eyni sayda götürülmüş infizor tərlik, yaşıl evqlena, Volvoxda cəmi 28 ədəd ifrazat vakualı var. İnfizor tərlikdə 2x qədərdir, yaşıl evqlenada x, Volvoxda da x qədər olsa 28, buradan 4x bərabərdir 28-ə, x də bərabərdir 7-yə. Bizdən nə istəyir? Bu canlılarda cəmi neçə qamçı olar? 7 yaşıl evqlenadır, üstə gəl 7 də Volvoxdur, Volvoxda da 2 dənə qamçı var, 14 eləyər 21. Düzgün cavabımız burada D variantı olar. Sonra 12-ci sualda bizə deyir ki, şəkildəki dibçəyin içərisinə su ilə dolu şüşə boru yerləşdirilmişdir. Və bu hissədə boyalı damla var deyir. Boyalı damlanın sıfır istiqamətinə doğru sürətli hərəkətinə səbəb nə olar? Yəni buradan su çəkilməlidir ki, su getməlidir ki, bu boyalı damla da içəriyə doğru hərəkət eləsin. Ona görə buxarlanmanın sürətlənməsi fikirləşirəm. Burada birinci. Küləyin şiddətinin azalması yox, küləyin şiddətinin artması ola bilərdi. Rütubətin artması da yəni bu da elə bir buxarlandırmanı sürətləndirməz. Ona görə kök təzyiqinin artması, bəli, kök təzyiqinin artması ola bilər. Ona görə burada düzgün cavab A variantı kimi düşünürəm. Sonra növbəti suala baxaq. 13-cü sualda deyir ki, şəkildəki hər iki canlıya aid olan ifadəni müəyyən edin. Şəkildə bizə verilib hörümçək, xaçlı hörümçək və may böcəyi. Arteriya damarı yoxdur deyir. Arteriya damarı var. İnkişafı düzünədir. Deməli, inkişafı bunlarda hörümçəkdə düzünədir, amma digərində dolayı yolladır. Ona görə bu da düzgün olmaz. Zəhər vəzinə malikdir, hörümçəyə aiddir bu. Ürəyi boru şəkillidir. Bəli, hər ikisində ürəyi boru şəkillidir. Ona görə düzgün cavabımız B variantı olar. Bir cüt bığıcığı vardır, xeyr. Hörümçəkdə bığıcıq olmur. Ona görə B variantı düzgün cavab olar. Həşəratların hansı dəstəsinə aid nümayəndə verilməmişdir? Parabüzən bilirik ki, bu böcəklərə aiddir. Ona görə bu getdi. Güvə bilirik ki, pulcuq qanadlılardır, yəni kəpənəklərə aiddir. Ona görə bu da getdi. Göyünlər iki qanadlılardır, minicilər də zar qanadlılardır. B variantı burada düzgün cavabımız olar. 15-ci sualda deyir ki, insan skeletində rəqəmlərlə verilən sümüklər haqqında yanlış ifadələri müəyyən edin. Baxaq, görək burada bizə nə deyir? Deyir, B sümüyü burada bud sümüyü kimi göstərib. 2 ədəd borlu sümüklə birləşmə əmələ gətirir. Burada 1 ədəd borlu sümüklə birləşmə əmələ gətirər də. Əsas burada bu hissə ilə birləşmə əmələ gətirir. Bu ikincisi gəlir ona birləşir. Ona görə bu yanlış olar deyə düşünürəm. C sümüyü qarışıq sümüklərə aiddir. C sümüyü fəqərədir. Bəli, qarışıq sümükdür. Bu getdi. A sümüyü qurşaq skeleti ilə birləşmir. A sümüyü qurşaq skeleti ilə birləşmir. A sümüyü, deməli, A sümüyü nədir burada? A sümüyü döş sümüyüdür. Qurşaq skeleti ilə birləşmir. Qurşaq sümüyü ilə birləşir.
Birləşmir dediyinə görə bu yanlış olar. Sonra A və B sümükləri hər iki cür sümüklüyünə malikdir. A sümüyü deməli döş sümüyüdür. Yox, iki cür sümüklüyünə malik deyil kimi biz bunu götürürük. C sümüyü gövdə skeletinə aiddir. Bəli, gövdə skeletinə aiddir. 1, 3, 4 yanlış variant olar. Sonra baxırıq növbəti suala. 16-cı sualda bizə deyir ki, sxemdə hərflərlə insanın ürəyinə daxil olan və çıxan damarlar, rəqəmlərlə isə ürək kameraları göstərilmişdir. Baxaq, deməli bu ağciyərdən çıxırsa, deməli bu nə ola bilər? Bu ağciyərə gəlirsə, ağciyər arteriyası ola bilər, bu da ağciyər venası ola bilər. Sonra bu ağciyərə gəlirsə, bu nə olar? Bu ağciyərə gəlirsə, deməli bu olar sağ mədəcik, bu da olar sağ qulaqcıq. Sağ qulaqcıq. İndi baxaq görək nə deyir bizə. Deyir 4 rəqəmi ilə göstərilən kameradan böyük qan dövranı başlayır. Bu vena gəlir bura, sol qulaqcığa tökülür. Sol qulaqcıqdan başlamaz böyük qan dövranı, sol mədəcikdən başlayar. Ona görə elə bu yanlış cavab olar. Baxaq görək. Bizdən nə istəyir? Bizdən yanlışı istəyir. 3 rəqəmi ilə göstərilən kameradan kiçik qan dövranı başlayır. Bəli, 3 rəqəmi ilə göstəriləndən başlayır. A damarı ilə arterial qan axır. Bəli, bu da doğrudur. Böyük qan dövranı damarı olduğuna görə. C damarı arteriya damarı olsa da daxilində venoz qan axır. Bəli, bu da doğrudur. B damarı böyük qan dövranına aiddir. Bəli, bu da doğrudur. Elə yanlış cavabımız A variantı olacaq. 17-ci sualda deyir ki, hansı ifadə doğrudur? İlk sidik Henli ilgəyində əmələ gəlir. Xeyr, ilk sidik Henli ilgəyində əmələ gəlmir. Qədəhə bənzər kapsulun içərisində əmələ gəlir. Son sidik geriyə sorulma nəticəsində yaranır. Bəli, bu ifadə düzgün ifadədir. İlk sidik qıvrım sidik kanalcıqlarında əmələ gəlir. İlk sidik qıvrım sidik kanalcıqlarında yox, qədəhə bənzər kapsulda əmələ gəlirdi. Son sidik qədəhə bənzər kapsulda əmələ gəlir. Yox, son sidik qədəhə bənzər kapsulda əmələ gəlmir. Ona görə bunlar yanlış olar. Nefron venasında olan sidik cövhərinin qatılığı, nefron venasında olan sidik cövhərinin qatılığı qədəhə bənzər kapsula gələn arteriyadan çoxdur. Nefron venasında olan sidik cövhərinin qatılığı qədəhə bənzər kapsula gələn arteriyadan çoxdur? Yox, çünki arteriyada sidik cövhəri daha çox olar. Deməli, venada sidik cövhəri bir qədər az olar. Ona görə bu da yanlış cavab olacaq. Elə düzgün cavabımız burada B variantı olar. 18-ci sualda deyir ki, ayrı cinsli qurddur. Biz bilirik ki, saq qurdlarda insan asqaridi ayrı cinsiyyətlidir. Hansı bitkinin aid olduğu fəsilə digərlərindən fərqlidir? Çöl xardalı, sarılıq otu, bunlar xaçiçəklər fəsiləsidir. Quş həbbəyi, quduz otu, bunlar xaçiçəklərdir. Çınqıl otu amma gülçiçəklər fəsiləsinə aiddir. 20-ci sualda deyilir ki, hansı vəz hazırladığı maddəni orqan boşluğuna ifraz edir? Böyrək üstüdür, sonra epifisti, bunlar qana ifraz eləyir. Tər vəziləridir, bunlar dəri səthinə ifraz eləyir. Yumurtalıq qana ifraz eləyir və folikulun içərisindən çıxır da, boşluğa düşməz. Ona görə qaraciyər bağırsaq boşluğuna ifraz eləyər. Düzgün cavabımız burada A variantı olar. Sonra 21-ci suala baxırıq. 3 ulotrik zigotundan əmələ gələn yosunlarda cəmi 96 ədəd xromatofor olarsa, bu fərdlərdə cəmi neçə hüceyrə olar? 3 ulotrik zigotu bölünəndə bir dənəsi 4 dənə qamçısı spor əmələ gətirir. Ondan da yeni ulotrikslər əmələ gəlir. 3-ündən neçə dənəsi əmələ gələr? 3-ündən də x. X-də 12 dənə fərd əmələ gələr. Onda mən bu 96-nı 12-yə bölsəm, 96-nı bölsəm 12-yə, deməli, neçə düşər burada? Məsələn, 4-ə getsəm 2, 24, 4-ə getsə 3, 24-ü də 3-ə böləndə 8 düşdü. Deməli, 8 dənə, birində 8 dənə xromatofor var, belə çıxır ki. Birində 8 dənə xromatofor varsa, onda rəngsiz hüceyrəni də üstünə gəlsə, eləyəcək 9 dənə hüceyrə birində. Və deyir ki, bu fərdlərdə cəmi neçə hüceyrə var? Ümumi 12 dənə fərd var idi. Ona görə 12-ni vuraram 9-a. Burada cavabımız eləyər 108. E variantı.
Sonra 22-ci suala baxırıq. Mollyusklarda bir ucu ürək ətrafı kisəyə, digər ucu isə manti boşluğuna açılan orqan hansı orqanlar sisteminə aiddir? Bu ifrazat orqanı olar, böyrəklərdə ifrazat orqanlarına aid olar. 23-cü sualda deyir ki, zigotundan bilavasitə cavan fərd əmələ gəlir. Zigotundan cavan fərd əmələ gəlir, qatır quyruğu və erkək qışı olar. Bunlardan çünki zigotundan qutucuq ayaqcıq əmələ gəlirdi. 24-cü sualda deyilir ki, taxıl bitkilərinə ziyan vurur. Biz də bilirik ki, taxıl bitkilərinə pas göbələyidir, sürmə göbələyidir və çovdar mahmızı ziyan vura bilər. Sonra 25-ci sualda baxırıq ki, göl qurbağasının yetkin fərdində yoxdur. Yetkin fərdində bilirik döş qəfəsi olmur. Üzmə pərdəsi olur, üç süt göz qapağı olur, təbil pərdəsi də olur, gövdə skeletinə aid olan döş sümüyü. Döş sümüyü burada gövdə skeletinə aid deyildi, qurşaqların skeletinə aiddir. Ona görə burada 2-5 düzgün cavab olar. Toxumla çox olan bitkinin bütün köklərinin cəmi 76-dır. Əlavə köklərinin cəmi n, yan köklərinin cəmi 2-dir. Onda n üstə gəl 2n, üstə gəl 1 bərabərdir 76-ya. 3n bərabərdir 75-ə, n də buradan bərabərdir 25-ə. Bizdən nə istəyir? Bizdən elə n-in qiymətini istəyir. N də olacaq 25. 27-ci sualda bizə birinci verilibdir. Sadə, sümbül, ikinci verilib başçıq, üçüncü verilib qalxan. Və bizdən uyğunluğu istəyir. Baxan kimi o dəqiqə bilirik ki, bura B-yə aiddir, bağa yarpağı. İkinciyə aiddir C, başçıq. Sonra üçüncüyə isə armud aid olar və yemişan aid olar. Qarğıdalıda qıça, bir də süpürgə çiçək qrupudur. Ona görə qarğıdalı bura aid olmaz. Sonra situasiya suallarına baxaq. Deyir, 15 yaşlı Akifi müayinə edən stomatoloq onun hər iki tərəfdən öz diş növü ilə qonşu olmayan dişlərinin yarısının müalicəyə ehtiyacı olduğunu bildirdi. Akifin 28-ci sualda deyilir ki, Akifin inkişafı dövründə ağız boşluğuna çıxan dişlərin sayı müalicə olunacaq dişlərin sayından neçə ədəd çox? Mən burada öz diş növü ilə qonşu olmayan dişləri 4 ədəd köpək dişi olduğunu fikirləşirəm. Yəni, köpək dişləri hər iki tərəfdən öz diş növü ilə qonşu deyil. Ona görə bu 4-ünü fikirləşirəm. İndi ola bilər ki, digər dişləri də götürə bilərlər. Bir tərəfdən öz diş növü ilə qonşu olan, digər tərəfdən öz diş növü ilə qonşu olmayan da götürə bilərlər. Amma mən fikirləşirəm ki, hər iki tərəfdən öz diş növü ilə qonşu olmayan 4 köpək dişi olar. Və burada inkişafı dövründə, Akifin inkişafı dövründə ağız boşluğuna çıxan dişlərin sayı deyir. İnkişafı dövründə ağız boşluğuna çıxan dişlərin sayı dediyinə görə mən burada həm süd dişlərini götürürəm 20 ədəd, həm də 28 ədəd olan dişləri götürürəm. Eləyir burada 48. Deyir, neçə ədəd çoxdur? Müalicə olunacaq dişləri deyir. Amma müalicə olunacaq dişləri də bizə demişdi ki, yarısının müalicəyə ehtiyacı var. Ona görə 48-dən 2-ni çıxaram. Qalar cavabımız 46. Sonra 29-da deyir ki, Akifin müalicəyə ehtiyacı olan dişlərin növünü və sayını müəyyən edin. Dişlərin növü köpək dişləridir. Sayı isə 2 ədəd köpək dişi olacaq. Müalicəyə ehtiyacı olan dişlər bilavasitə hansı diş növləri ilə qonşu ola bilər? Köpək dişləri bir tərəfdən kəsici dişlərlə, digər tərəfdən isə kiçik azı dişləri ilə qonşu ola bilər. Ola bilər ki, burada başqa cür götürsünlər. Yəni, indi ona cavab kartı çıxanda artıq müəyyənləşdirəcəyik. Mənim izahım bu qədər. Əlavə nəsə sualınız olsa buyurub yaza bilərsiniz. Sağ olun.